İlkin mərhələdə məni saxlayanda kobud rəftar oldu. Bunu da hər kəs gördü. Amma sonraki istintaq prosesində idarədə heç bir kobudluqla rastlaşmadım. Çox mədəni şəkildə davranıldı. Bunu açıqlamasında Ural bölgəsində yaşayan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınski azadlığa çıxdıqdan sonra deyib. Şıxlınski bildirib ki, o həm Rusiya, həm də Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq çərçivəsində davam etməsini istəyənlərdən biridir və bu proses üçün çalışanlardandır. Onu da qeyd edib ki, ondan Yekaterinburqda baş verən hadisələrlə Azərbaycan diasporunun ayrı-ayrı üzvləri ilə bağlı, həmçinin Səfərov qardaşlarının cənazələrinin Azərbaycana verilməsindəki iştirakı ilə bağlı suallar soruşulub. Şahin Şıxlınski xüsusi olaraq Azərbaycan prezidentinə və dövlətinə minnətdarlığını bildirib. Arxamızda güclü dövlətimiz və rəhbərimiz var. Biz özümüzü kimsəsiz hesab etmirik. Əminəm ki, bu hallar və gərginlik də tezliklə aradan qalxacaq. Biz yenə əvvəlki kimi Rusiya-Azərbaycan dostluğunun şahidi olacağıq. Bütün bu olanlardan araya qan düşəndən sonra belə bir dostluğu necə mümkün görürsünüz sualına isə Şıxlınski nikbin cavab verib. Bunlar da keçəcək. Rusiyada 2 milyondan çox Azərbaycanlı yaşayır. Əminəm ki, hər şey yoluna düşəcək. Xatırladaq ki, ötən axşam Şahin Şıxlınski və oğlu Mutvali Şıxlınski vəhşicəsinə saxlanılmışdı. Bir neçə saat sonra isə əvvəlcə oğlu, sonra isə Şahin Şıxlınski sərbəst buraxılıb.